Selamun Aleyküm dostlar. Ne yaşınız, keyfiniz, səhvamınız, əvvəlhamınız yaşlarsınız. Deməli dostlar, bu cüzgülər görürsünüz, paçalı quşum yoxdur. Ağlayıram dostlar. Paçalı quşum getdi, düşdü. Düşmənimin həyətinə. Yani o kuş, bu kuşların içinde en bitli kuşuydu. Deməli dostlar, məktəbdən gəlirdim. Məktəbdən gəldim qonşu uşaqlarıyla. Sənin başı qaşınır. Allah qızı çırparam bu divara ölərsən ha. Hə. Gəl lan buraya sən. Boğacam səni. Boğacam. Rədd ol tərəfə. Hə. Nəysə, qonşu uşağın biri deyir ki, o düşməniniz həyətində bir it var ya, sarı. Göstərmişdim dostlar sizlərə, bilmirəm, görmüşsünüz. Hə, o it tutur, it atdı olayıqam. Deyirəm, heç mənməz. Nəysə, gəlirdim, yağış da yağıb dostlar. Nətər sabır açıq qoyub da dostlar. Nətər cümləsə üstümə bu, hürə. Nə boyda itdi dostlar. Baba bu qara boyu, bu qara qoymuşam, bu sarıyacam, bu boyda itdi, ayaq üstündə duranda. Hə, cumdu üstümə, bütün o həmin düşmənimin nəslini söydüm. İtin də nəslini söydüm. Hə, sonra gəldim. Sonra gələn yaxın görüm quşlar bıraxıb bu dənliydi. Yəni, söz verirəm o iti öldürəcəm mən, görəsən. Hə. Həqiqətən olsa ağ elədim. Mən heyvanları heç öldürməzdim. Mən heyvanlara qarşı nətər deyim sizə, qayğım var. Prosto o it olsa ağ elədi. O it o qırmızı nöqtəsini açdı. Sən olsa ağ elədin ha. Qara, ağ elədin sən. Sən ağ elədin. Yenə oyna. İndi sən də qaçırsan. Hə. Hə. Nəysə, gəldim və quşları bıraxdım uçsunlar da. Getdilər hansı qumda banın başına, az-azına. Dən verəcəyim, hansı qumda buradan banın başına. Bir ikisini düşdüm yerə. Paçalı qaldırdı. Paçalı belə daş atdımca düşsün də yerə. Getdi, düşdü düz nöqtəsinə, həyətin düz ortasına. Heç mən, onun quş gəlib mənim həyətəmə düşmür, nə qaqaş? Bu, mənim həyətə quşlarım, nə bilim, beyinsizdir, axılları yoxdur bunların. Nəysə. Hə. Getdim, baxdım, yəni demək istədim ki, mənim quşumdur o. Deyəm, mənim quşumdur o. Deyin, ağarım. Yəni, bildən, yəni, mən tutsun mənim quşumdur, yəni, bil. Yəni, bildim. Əslində, mənim quşum sayılır o, çünki o, mənim quşumu tutmuşsun, onunla cütləşdirmişsən falan. Deyəm, əslində, mənim həyətimdə böyük bir olmuş, mənim quşumdur. Deyəm, hədə yaxşı. Nəysə, quşdan bıraxdı, əlini atdım. Baba dostlar, elə bir bu quşdur. Qaçma da səndə. Hə, əlini atan kimi məsələn ki, dostlar, bu quşdur məsələn. Quş da dənliyir. Veri. Tutdu. Nəysə. Oğlan olub, oğlan yox, kişi olub, kişili olmayan. Bilirsiniz də dostlar, kişilərdə var da o. Onda yoxdur amma dostlar. Yoxdur onda dostlar. Var amma bir düzə də sakat. Son da getdi o tərəf. Hə, o da belə, olsa oradan belə. Hətta nəysə sən vicu. Nəysə. Hə. Allah verdi. Sənin oğlun var ha. Oğlandır. Oğlun var, Allah verdi. Sənin oğlandır. Hə. Bax, nəysə qızdı. Onun yanına dayanmış. O gəldi həyətə. Qoyadam o gəldi həyətə. Bu getdi. Getdi. Həmin dəqiqə olsa dən verirmiş o quşlarına. Nəysə, əlini atdı, tutdu, tutan yerlərə. Atdı ora, deyək, xeyirli olsun. Hə, xeyirli olsun. Hə, mən deyəm, and ol Allaha. Mənim həyətimin quşu düşsə, tutacam, başını kesəcəm, atacam həyətinə. Hə. Deyək, gəl şundan məşğul ol. Deyək, mən bildirəm də sənə. Hə. Sonra deyim ki, o sarı itini də öldürəcəm.
O da ki, qeyd düşünməsin. Sonra deyir ki, nə qarasın? Bildin nə sən nə deməksən? Kişilər bir dəfə deyir söhbəti. Deyir, nə dedin? Deyəm, sən kişilərsən, o cürə bilmirsən də o sözü. Ha, belə çaşsın ha. Deyəm, sən çoxdan çaşmışsan, amma indi çaşsam eyb yoxdur. Atam yaşında adam deyə qaqa, bu. Hə, Allah olsa. Həmin mən quşu tutduğum vaxt, yəni tutsaydım həmin quşu, onun bir də əbrəş var idi olsa. Tutsaydım, yəni gözümün qabağına gəlsəydi, desəydi ki, mənim quşumdur. Deyərdim ki, dəqiq sənin quşumdur. Deyər, hə. Deyər, bir dənə şəklini görsət mənə o quşu. Görsədəsəydi, deyər, xeyirli olsun, verirəm sənə. Verərdim qaqa. Mən elə bir insan deyirəm. Amma gəlib gözümün qabağına mənə desəydi ki, mənim quşumdur. Verərdim qaqa. Problem yoxdur qaqa. Ayıb olar ki, qaqa. Ayıb olar ki, qaqa. Ver mənə. O da verirdi dostlar mənim quşu. O da verirdi. Bundan sonra vermədi amma. Verirdi nətər. Bir dəfə də mənim quşum düşmüşdü. Bu ağ quşun anası. Deyir ki, burada da quşun da hardan axşam olur. Deyir, burada sabah gələrsən verərəm quşunu. Sabah oğlum yoxdur bu içərdə. Nəsə getdim arvadından işdən. Deyir ki, mənim quşum aç quşlardan götürün də. Hə. Bu Allah verdən qarşında tutdu bu. Yəni məncə. Anladım. Hə dostlar. Bundan dostlar 3-cü quşumu qaçırtmış olmuşam. Dostlar indidən deyirəm kim quşumu istəyir, quşlarını satıram. Kim istəyirsə əlaqə saxlaya bilər məndən. Hə dostlar indirən belə. Onun quşunu düşəcək. Onu da əvvəl axı onun da quşu düşəcək mənə. Amma o vaxtda quş saxlamayacam. Bir həftə saxlayacam bunların hamısını. Satacam. Dostlar bundan sonra kanalı bağlayıram dostlar. İşləməyə söz marağım qalmasın. 1 qram marağım düşdü. 1 qram marağım düşdü. 1 qram qalmadı marağım. 1 qram marağım qalmadı. Dostlar mən bu gün 3 zərbə yemişəm. Birinci ingilis dilindən. Kitabı gətirməmişəm. Mənim orada mənə biraz söz deyir ki, niyə gətirməmişsən falan filan. İkinci, iti cumdu. Onu iti cumdu mən üstümə. Üçüncü və ən ağır zərbə quşumun getməyi oldu. Geçsəydi başqasına nəyindən düşsəydi, vallah verərdi quşum. Sən o. Bir yer düşmən var, o da verməzdi quşumu. Amma bir də quşbaz var, uşaqdır. Hə. O verərdi amma quşumu mən. Çünki kişidir. Kişidir o. Sonra bir dənə var, adı Coşqun dostlar. O da düşsəydi verərdi və hətta verib də. Bu Allah verdi var ha. Düşmüşdü, qoyladı ki, mən tutanmərəm sonra uçub gedir sonra mənimlə. Bir də sən qoyaq geçsən hərdən, yəni səyədini tanıyırsan, həmin yaxşı. Deyəm, hə, həmin yaxşı. Qoyladım, gəlib düşdü həyətə mən. Hə. Balaca, mən heç kimin quşunu tutmuram, 2 dənə insandan başqa. Bir də buna, bir də dağda mənim ikisini mənim düşmənimdir. Onun da düşmənidir. Mən onun ikisini quşunu tuturam. Hə. Yoxsa mən kim istəsə gəlib verirəm. Gəlsən qapıma verirəm quşun. Hə. Sonra bu həmin Allah verdi, getdi düşdü uşağın qapısına, uşaq da verdi. Həmin deyir. Deyir ki, qaqa gələ. Mən heç kimin quşunu tutmuram, bir də bu düşməndən başqa. Düşmən deyir ona. O adam mən düşmən deyirdim onunla. İndi düşmənləşmişəm. Hə. Hə dostlar, yəni deməyim budur ki, bundan sonra dostlar mənə bir növə düşməyəm. Düzdür, quş saxlamasın dostlar. Yəni nə heyvan saxlayır, hamısını qırasın mən o heyvanların. Bundan sonra mən heyvan baxırdım ki, yəni heyvanı öldürmək olmaz. Ona heyvan deyirəm. Mundardır o heyvanlar. Mundar. Hər nəsə dostlar, ağlayırdım bir. İndi ağlamaq istəmirəm, sizin yanında pərt olmaq istəmirəm. Hər nəsə, bəlkə birazdan canlılaşdım, bilmirəm. Sağ ol, sağ olun, gəlin bölümə hoş geldin. Videoyu bəyənib. Aya getdi. Sönüm mən. Aya, burada söydürmə məni indi. Qayd yerinə. Söydürmə məni. Mən söydürmə məni bu lət. Söydürmə məni. Gir səni. Söyərəm səni. Ay bilə, hamısı çıxdı. Çıxmayın lan. Ay bilə, dostlar bir də mən tutum gəldim bunları.